Mənim əzizlərim, biskviti hazırlayanda ən vacib, ən əsas nə lazımdır? Bütün quru ərzaqları, hamısını bir yerdə qarışdırıb ələkdən keçirtməkdir. Onda hazırladığınız biskvit daha da gözəl, havalı olacaq. Sizə bir faydalı məsləhət, biskvit hazırlayanda biskvit çəmbərdən rahat çıxmaqdan ötəri mütləq halda bu cürünə kərə yağla çəmbəri yağlayın. Hazır biskvit çox rahat çıxır. Niyə kərə yağla? Kərə yağ bitki yağından daha yüngüldür. Faydalı məsləhət harda? Təbii ki, Emmanın mətbəxində.